Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi min nefsi ve mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdü ve senâ'u lillahi rabbil alemin. Ve sallallahu ala seyyidina ve nebiyyina Ebil Kasimi Muhammed. Allahümme salli ala Muhammed ve ali Muhammed. Ve ala alihil ma'suminel mükerremin ve la'nu ala a'daihim ecma'in ila yevmiddin amma ba'd. Rabbi şrah li sadri ve yessir li emri ve hlul ugdeten min lisani yefkahu kavli ve hakkiz zahra ve abiha ve ba'liha ve beniha ve sirril mustavda'i fiha. Şükürler olsun Allah'ın bu gününe ki Allah bu günde bize ömür verdi, yaşattı ve yaşattığı ömrümüzde, ömrümüzün bu gününde özünü ve dostlarını bize tanıttırdı. Şükürler olsun Allah'a ki Allah yaşattığı bu günde bizim eyiblerimize rahmet perdesini çekti ve bizi cəmiyyət içinde yaşamağa utanmadan müvəffəq elədi. Şükürler olsun Allah'a ki ruzumuzu öz əlində qərar verdi və bizi özündən başqa heç kimə möhtac eləmədi. Allah'ın verək öz Allahlığına xatır, öz əzəmət və izzətinə xatır, ömrümüzün sonuna qədər bu neymətləri əlimizdən almasın və bizi verdiyi bütün neymətlərin qarşısında şükür eləyən bəndələrindən qərar versin. Amin. Mövzumuz kibir barədə idi. Təkəbbürlük və özünü bəyənmək və qarşısındakinin özündən kiçik görmək ki dedik, kibirin mənası, yəni özünü böyük görüb qarşısındakinin kiçik görməkdir. Təkəbbür, kibirin zahir olduğu tərəflərə deyirlər. Kimdə kibir zahir olarsa, yəni o sifətin, xüsusiyyətin adı kibirdir. Yəni böyüklük. Kim onu həyata keçirsə deyirlər təkəbbürlü. Dedik ki, kibir budur ki, təkəbbürlülük budur ki, özün böyük görür, qarşındakını da kiçik görür və qarşındakını kiçik gördüyünə görə ona əhəmiyyət vermir. Dedik ki, kibirin üç tür növü var. Yəni, üç haldan xaric deyil. İnsan üç tərəfə təkəbbürlük eləyə bilir. Bəzən bu olur Allaha, bəzən Allahın hüccətlərinə, bəzən də Allahın bəndələrinə. Keçən həftə bu hissələrini saymışdıq. Bir dənə məsələni mən qeyd edeyim. Yadınızdadsa, bunların hər biri üçün ayələr qeyd eləmişdik. Mən ayələri bir də qeyd eləyirəm. Qeyd eləməkdə də məqsədim budur ki, bir nəfər müraciət eləmişdi ki, o dediklərinizi Qur'anla əsaslandırmırsınız. Oxşayır ki, söhbətə qulaq asmadan o sözü demişdi. Amma mən qısa o ayələri deyirəm ki, Qur'an təkəbbürü bu üç yerə bölür və ayələrdə buna işarə eləyib. Allah-u Teala özünə qarşı olan təkəbbür barədə Möminun surəsinin 60-cı ayəsində işarə eləyib. Peyğəmbərlərinə və hüccətlərinə qarşı olan təkəbbürlük və loğalıq barədə isə yadınıza gəlirsə Ən'am surəsinin 54-cü ayəsində işarə edilib. Yəni bunlar ayələrdə, ayələrini də oxumuşduq da indi mən təkrar oxumuram. Və bir də bəndələrə qarşı olan təkəbbürlük ki, onun sayı yoxdur. Onun sayı yoxdur. Düzdür, təkəbbürün bütün növlərinə aiddir bu ayələr, amma Quranda bir çox sayda İnnehu la yuhibbul mutekebbirin, innehu la yuhibbul mustekbirin, innallaha la yuhibbul mutekebbirin, innallaha la yuhibbul mustekbirin ayələri ki, təkrar gəlib, harada qabağımıza çıxsa, yəni həm Allaha qarşı, həm Peyğəmbər imamlara qarşı, Allahın hüccətlərinə qarşı, həm də bəndələrə qarşı olan təkəbbürlüyü Allah sevmir. Yəni, da bundan o tərəfə elə bilirəm bir söz yoxdur ki, adam bir iş görə ki, onda Allahın nifrəti ola. Ayə deyir ki, kim kimə qarşı təkəbbürlük eləsə, o işdə Allahın nifrəti var. Dedi ki, təkəbbürlük üç qismdir, üç növdir ki, bunları saymışdıq, indi də təkrar elədim. Eyni zamanda
Deyirlər ki, bu 3 növ təkəbbürlüyün içində eyni zamanda 3 dərəcə təkəbbürlük var. Yəni, təkəbbürlük 3 növ olduğu halda bölünür 3 dərəcəyə. Yəni, təzədən bu 3 qismin ayrı-ayrı xüsusiyyətləri var ki, insan o təkəbbürlüyü necə nümayiş elətdirir. Bu 3 dənənin, belə deyək, biri biraz yaxşıdır ki, hətta yaxşı deyirlər buna. Deyirlər ki, bu olsa elə, insan gərək şükür eləsin ki, bu təkəbbürlük var onda. O bir 2 dənə ki, çox pisdir. Ən pisindən başlayaq, gələk yaxşısına. Ən pis təkəbbürlüyün dərəcəsi nədir? Demişdik, təkəbbürlük nə idi? İnsan qarşısındakın özündən kiçik bilir. Birisi də söhbət dəyərdən gedir. Yəni, yaşdan filandan gedir, söhbət dəyərdən gedir. Düşünəsən ki, qarşındakı səndən dəyərsizdir. Qarşındakı səndən pisdir. Qarşındakı səndən, məsələn, günahı çoxdur. Qarşındakı səndən, məsələn, imanı azdır. Allah ilah eləsin. Bu ki, insan qarşındakını, öz qarşısındakını kiçik gördü, deyir, ən pis dərəcəsi təkəbbürlüyün budur ki, eyni zamanda rəftar və sözündə bu təkəbbürlüyü onun üstündə tətbiq edir. Həm onu ilə lovğacasına davranır, onu ilə bir cür davranır ki, o hiss edir ki, qardaş, bu bunun üstünə gəlir də. Söhbət fiziki gəlməkdən deyil, elə insan bəzən özü bir cür aparır ki, məsələn, qarşısındakı baxır ki, belə də bizim loru dildə deyərlər, bu bunu adam yerinə qoymur. Əməli ilə göstərir ki, mən səndən yaxşıyam. Praktiki buna göstərir ki, mən səndən üstünəm. Məsələn, yol gedirlər, çalışır ki, bu qabaqda geçsin. Çalışır ki, bu birinci geçsin. Niyə? Bu belə düşünür ki, mənim dala qalmaqlığım ayıbdır. Ki, bu özü xəstəlikdir də, təkəbbürlüyün bir növüdür də. Bilirsiniz də, Həzrəti Rəsulullahın təbii ki, cəhalət aləmində olan bütün hər şeylə mübarizəsi kimi sərt şəkildə mübarizələrindən biri təkəbbürlüklə olub. Sərt şəkildə. Deməli, İslamdan qabaq deyir, ərəblərdə təkəbbürlük o qədər inkişaf eləmişdi ki, yadınıza gəlirsə, keçən dəfə dedik, bu yaxşı və pis sifətlərin hamısı bu cürdür. Yaxşı xüsusiyyətlər də bu cürdür, pis xüsusiyyətlər də bu cürdür. Toxum ki, düşdü, əkdin, sonra başlayır inkişaf eləməyə. Məsələn, gələrdilər ərəblər, tarixdə də var ha, bu baxın, tarixdə də var bu. Peyğəmbər gəlib, birbaşa belə deyir, qolun çırmayıb bunu ilə mübarizə aparıb. Ərəblərin o köhnə evlərini nəzərinizə alın, bəzi evlər balaca idilər də, qapıları da təbii ki, onların açıq idi. Bəzi insanlarda deyir, o qədər təkəbbür var idi ki, gəlirdilər, məsələn, qapı bunun boyundan alçaqdı. Əyilib o qapıdan keçmirdi. Qapını söktürürdü, düz keçirdi. Bu, əməlində birbaşa göstərməkdir. İndi elə məsələ budur ki, qapılar boyumuzdan uzundur da, indi standart qapıların uzunluğu 1.90-dır məsələn. O da nadir adamların boyu oradan əyilib keçməkliyi həddindədir də indi. Məsələ budur ki, elə mən qabaqda gedirəm ki, mən qabaqda keçməliyim. Bu, təkəbbürlüyün nişanəsidir və əlamətidir. Yəni, ədəb neyi tələb edir? Yol göstərəsən, ehtiram eləyəsən, hörmət, ələl-xüsus, özündən yaşlıları. Hətta deyir, özündən yaşlılardan qabağa keçmək, Həzrət Əli əleyhissalam buyurur, ruzuvu əlindən alar. Bir nəfər gəldi Həzrət Əli əleyhissalam yanına, dedi ki, ağa, mənim bir problemim var. Dedi, nədir problemin? Dedi ki, ağa, ruzum çox azalıb, dolanışığımı təmin edə bilmirəm. Həzrətin ona verdiyi suala baxın, deyir, olmaya yol gedəndə özündən yaşlı bir adamdan qabağa keçmirsən. Yəni, yol gedərkən özündən yaşlı bir adamdan qabağa keçmək ruzunu azaldır. Niyə? Onun içində kibir var deyə. Bu, küçədə ümumi, ictimai hərəkət olan yerlərdən gedmir ha söhbət. Ki, məsələn, burada 10 nəfər, 20 nəfər o tərəfə gedir, 20 nəfər o tərəfə sən gedib olan təvəllüddən soruşmuysan ki, gör, mən bundan qabağa keçim yox, tələsirsən, gedirsən. Bununla işimiz yoxdur. Bir dənə yol gedirsən, sən bilirsən yanında bir yaşlı var, ya səndən qabaqda, cəhd edirsən ki, ondan qabağa keçəsən.
Halbuki Həzrət Əli əleyhissalam buyurur ki, ruzuvu əlindən alar, xeyir bərəkətini qaçırdar və işlərin alınmaz. Niyə? Çünki onun içində bir özvü bəyənməklik var. Yəni səni yıxan kimirdir? O böyükdən qabağa keçmək neyin nəticəsidirsə, sənin ruzuvu o qaçırdır. Niyə qaçırdır? Allah Quranda deyir, mənim səndən xoşum gəlmir. Allah xoşu gəlməyənə bol ruzu bəzən vermir. Bu da Allahın bir lütfüdür ya. Bəzən, indi burada sual çıxa bilər. Bəzi adamlar var Allahın düşmənidir, amma milyarderdirlər bugün. Həzrət Peyğəmbər buyurur, dünya var dövləti ki, Allah bəndələr arasında bölüb və bəndələrə verir. Düşünməyin ki, bunlar hamısı həmişə onlara neymət olaraq verilir. Bəzən neymətdir, bəzən niqmətdir. Niqmət yəni bədbəxtçilik. Həzrət Peyğəmbər buyurur ki, bəzi insanlara Allah bol ruzunu verir. Onların dünyada müəyyən xeyir işləri var, xeyir əməlləri var. Onlarla bu dünyada raşad olmaq üçün. Onlarla bu dünyada Allah hesabını sıfırlaşdırmaq üçün, təmizləmək üçün ki, bax hesablaşdıq ha, da qiyamətə bir şeyin qalmadı. Deyir, o var dövləti buna görə verib Allah onlara ki, dünyada nəsə eləyiblər. Bizim bildiyimiz ya bilmədiyimiz. Birbaşa cəhənnəmə gedəcəklər. Birbaşa cəhənnəmə gedəcəklər. Ona görə o neymətlər ki var, bəzən insanlara verilir, onlar bədbəxtçilik olur. Bəzən neymətlər ki insanın əlindən alınır, Allahın insana inayətidir. Deyir, bir otur düşün gör, neynəmsən ki neymətin alınıb, ondan tövbə ilə düzəl neymətin qayıtsın. Ona görə deyir, o təkəbbürlüyün birinci dərəcəsi budur ki, insan onu rəftarında və sözündə açıq-aşkar zahir edir. Açıq-aşkar deyir ki, məsələn, mən səndən qabağa getməliyəm. Bunu praktiki göstərir, səndən qabağa keçir, özünü qabağa salmaq istəyir. Və yaxud bəzən, məsələn, sənin sözvə diqqətsizlik edir, hörmətsizlik edir, sözlü kəsir. Məsələn, sən danışanda o izə bu izə baxır. Amma o danışanda bir dənə sənin fikrin yansıdır ki, mənə bax. Bu özü təkəbbürlüyün bir əlamətidir. Təkəbbürlüyün qarşısı nədir? Təvazu. İmam Kazım əleyhissalam buyurur ki, Ət-təvazu ən tu'tiyən nasə ma tuhibbu ən tu'tah. Təvazu odur ki, yəni təkəbbürlü olmaq istəmirsənsə bu cür olmalısan. İmam Kazım ağa deyir. Bu cür də olmasın, təkəbbürlü olacaqsan. İmam Kazım ağa deyir ki, təvazu budur, yəni təkəbbürün əksi budur. İnsanlarla bir cür davranasan ki, onların sənə davranmağını istəyirlər. Necə insanların sənə davranmağını istəyirlər? O cür. İstəyirsən sən danışanda sənə qulaq assınlar, onlar danışanda onlara qulaq as. İstəyirsən sənə birinci salam versinlər, birinci sən salam ver. İstəyirsən sənə hörmət eləsinlər, sən hörmət elə. İstəyirsən ayağıma dursunlar, ayaqlarına dur. İstəyirsən sənə yer göstərsinlər, onlara yer göstər. Hər nə istəyirsənsə, gərək nə edəsən? O istədiyini göstərəsən, onlarda tətbiq eləyəsən ki, onu sənə qaytarsınlar. Baxın, Həzrət Əleyhisselamın bir dənə maraqlı hədisi var. Səxavət babında danışır, səxavətlilərdən danışır. Baxın, səxavətli biz kimi bilirik? Təbii ki, bu da səxavətin bir mənasıdır ya. Yəni, neyin ki, yox, bu deyil, biz səhv bilmişik, yox. Bizim bildiyimiz səxavət nədir? Əl açıqlıq. İnsanlara kömək edir, imkanı qədər əl tutur. Həzrət Əleyhisselam özü səxi kimdirsə, yəni səxavətli insan kimdirsə deyir, səxavətli odur ki, Allah ona verdiyi neymətlərdən həm özü istifadə edir, həm də digərlərinə verir. Bu olur səxavətli, hə? Bir hədisində bu cürdür. Bir dənə hədisində səxavəti Həzrət başqa cür tərcümə edir, açıqlayır bizi üçün, izah verir. Deyir, səxavətli kişi bilirsiniz kimdir? Deyirlər ki, ağa kimdir? Deyir, qonaq getdiyi yerdə açılan süfrədən çörək yiyənlər. Ev yiyəsin demir ha? Çörəyi yiyənlər. Qonaqlığa təklif olunub, dəvət olunanda, qonaqlığı dəvət eləyib, gedib, qəbul eləyib, gedib orada çörək yiyənlər. Bir nəfər sənə ehsan eləyəndə, ehsanı qəbul eləyənlər. Çox qəribədir. Yəni, bizim nəzərimizdə səxavətlilər kimdir? Məlum o öz yerində. Ehsanı verəndir, süfrəni açandır, sənin əlindən tutandır, sənə kömək eləyəndir, sənə hədiyyə verəndir. Həzrət Əleyhisselam deyir ki, səxavətli, bunu qəbul eləyənlərdir. Deyirlər ki, ağa, niyə qəbul eləyənləri deyirsən? Eləyənləri demirsən? Deyir ki, bunu yadınızda saxlayın, Həzrət bu cür açıqlayır. Deyir ki, ehsan süfrəsində, qonaqlıqda çörəyi o insan kesər ki, istəyir çörəyini kessinlər.
Deyir, bir yerə gedib, orada çörək yeməməyin mənası bilsən nədir? Həzrət Əli deyir. Yəni, bizə gələndə yemə, bizdən çörək istəmə. Deyir, səxavətli olmaq budur ki, sənə bir hədiyyə veriləndə, ehsan veriləndə, sənə bir yaxşılıq olunanda onu qəbul elə. Onu qəbul elə. Bunun mənası bilsən nədir? Qardaş, mən də eləyəndə sən məndən qəbul elə, ya. Çünki qəbul eləməsən, o da qəbul eləməyəcək də. Zaten Həzrət Peyğəmbər buyurur da, buyurur, sizə olunan yaxşılıqların misli, yəni eynin qaytarmayana qədər siz onların yanında minnətlisiniz. Onu qəbul eləmək özü nədir? Gözəllikdir. Qəbul eləmək nədir? Paxıllıqdır. Onu qəbul eləməmək paxıllıqdır. İndi hər bir şeyin bir əksi var, bir özü var. Təkəbbürlük, təkəbbürlüyün əksi nədir? Loğalıq. Təvazukarlıq, hə? Həzrət deyir ki, təkəbbürlüyü müalicə eləmək üçün sən gərək təvazukarlıq eləyəsən. İmam Kazım ağa deyir ki, təvazukarlığı necə elə? Özünlə necə davranmaqlarını istəyirsənsə o cür davran. İstəyirsən qonaq çağıranda evə qonaq gəlsin. Sən qonaq çağırılanda gedginə. İstəyirsən xeyir işində, şər işində yanında dostların olsun. Deyir, onların xeyri şəri olanda get. Həzrət Əli əleyhissalam buyurur, ha bunu. Yəni bizim bədahətən gələn sözümüz deyil bu, bizim düşüncəmiz deyil. Bizim düşüncəmiz onlara bağlıdır. Onlar nə deyirsə odur. Həzrət Əli əleyhissalam buyurur, yaslara gedib verdiyiniz baş sağlığını əslində özünüzə verirsiniz. Əgər gedib baş sağlığı verirsinizsə, bir gün sizi üçün və sizin əzizləriniz üçün də baş sağlığı verəcəklər. Vermirsinizsə, verməyəcəklər. Təsəvvürləyin, qarşı tərəfi Həzrət səxavətli sayır. Deməli, nə istəyirsənsə, onu göstərməlisən də. İndi təvazu budur. Sən özünlə necə davranılmasını istəyirsən, onu insanlara təqdim eləməsən. Təkəbbürlük də eynidir. Təbii ki, nə tər versin, onu da qaytarır. İstəyirsən sənin təkəbbürcəsinə davranmasınlar, təkəbbürlük eləmə də. Təkəbbürlük eləmə. Və ikinci bir tərəf var. Qoy bunu da deyək, çünki mövzumuz budur. Birdən biri sənə təkəbbürlü davrandı, nə olar? Bir dəfə, iki dəfə onu ədəbləndirmək üçün təvazu göstər. Gördün ki, o adam olmur. Həzrət Peyğəmbər buyurur, ət-təkəbbürü məət-təkəbbür ibadətun. Təkəbbürə qarşı təkəbbür göstərmə ibadətdir. Daha bir nəfərlə mənim başıma çıxacaq, mən də sakit yanacaq, belə bir din də yoxdur. Müəyyən hədd var onu ədəbləndirmək üçün. Bir dəfə, iki dəfə, üç dəfə, beş dəfə, 8 dəfə. Gördün ya, bu düzəlmir. Peyğəmbər buyurur ki, onda da ona təvazu göstərmə. Artıq bu acizlikdir, təvazu deyil. İmam Hüseyin əleyhissalam nə buyurur? Buyurur, gördün biri sənə zülm eləyir, təkəbbürlük eləyir. Deyir, ona cavab ver. Olduğu kimi, mislin. Yəni, sənə necə davranıbsa, İmam Hüseyin ağa deyir ki, ona o cür davran. Zülmə baş əysən, deyirsən, zalimla şəriksən. Sən də zalimsən. Ona görə təkəbbürün çox mənfi xüsusiyyətləri var ki, insanı Allahdan uzaq salır, insanı Allah hüccətlərindən uzaq salır, Allahla insan arasında demişdik, fasilələr yaradır. Bunun müalicəsi üçün eləmək lazım, təvazukarlı bir rəftara çönmək lazımdır. Təvazukarlıq da budur ki, insanlarla o cür davran ki, səninlə davranmaq istəyirlər. Sənin onların səninlə davranmağını istəyirsən. O cür davran düzələcək. Bunun da deyir, 3 dənə dərəcəsi var. Birincisi budur ki, insan ən pis dərəcəsi budur. Sözündə və əməlində bunu nümayiş elətdirir. Heç kimə imkan vermir. Hər kəsin sözünü kəsir. Bunun sözünü kəsəndə dünyanı dağıdır. Hər kəsə hörmətsizlik edir, buna hörmətsizlik edəndə narahat olur. Hər kəsə diqqətsizlik edir, buna diqqətsizlik edəndə narahat olur. Hər kəsin yolunu kəsir, bunun yolunu kəsəndə narahat olur. Bunlar təkəbbürlüyün əlamətləridir ki, insan onu sözündə və davranışında, rəftarında göstərsin. Deyir, bu təkəbbürün ən pis dərəcəsi. Allah pənah versin, Həzrət Zəhraya xatir, Allah bizə bağışlasın və bu sifətdən uzaq eləsin ki, insan loğa olsun və eyni zamanda onu danışıq və rəftarında göstərsin. Deyir, bu ən pisidir. Bundan sonra deyir, nisbətən yüngül olan dərəcəsi ibarətdir bundan ki, insan gələ təkəbbürlüyü arada bir əməli surətdə eləyə, hiss elətdirə də, məsələn, o loğalığını, yəni qarşısındakına nisbətən elə bir yuxarıdan aşağı baxmaqlığını, amma heç vaxt dilinə gətirməyər. Hətta, məsələn, söz düşəndə, məsələn, hələ bir təvazu da göstərir. Yox, astagfirullah, məsələn, sən yaxşısan. Amma praktiki başqa cür eləyir, ha?
Deyir bu o birisindən biraz aşağıdır. Yəni elə burada bunun bir tərəfi düzəlib. Bunun bir tərəfi düzəlib. Bəzən deyir əməlində eləyir, amma sözlə bunu heç vaxt dilinə gətirmir. Əksinə, hətta sözə qalanda məsələn özün təvazukar kimi də göstərir. Deyir bu biraz nisbətən yüngül dərəcəsidir təkəbbürlüyün və bunun müalicəsi o birindən çox asandır. Ki, heç vaxt dilinə götürmür. Hətta dilində özünə nəyə aş deyir? Ki, yox, sən kimsən ki? Deyir, bu ondan biraz, ikinci dərəcəsi biraz o birindən aşağı dərəcədir və bunun müalicə olma ümidi daha böyükdür. Üçüncü dərəcə deyir ki, ona hətta alimlər yaxşı deyirlər. Deyir, o dərəcədir ki, bu da niyə yaxşı deyirlər? Çünki bu, belə deyərdim ki, artıq bu çoxumuzda var. Deyir, üçüncü dərəcə təkəbbürlükdə budur ki, bəzən olur. Özünü başqasından üstün bilirsən, o qarşında olan tərəfi də özündən aşağı bilirsən. Amma nə əməlində göstərmirsən, nə sözündə demirsən. Olur da şeytani hisslər gəlir də insana. Bunlar da təbii ki, günah deyil ki. O, bilirsiniz də, Həzrəti Əmir Əleyhisselamın dönəmində bir hadisə baş verdi. Həzrəti Əmir Əleyhisselamın o imamət elədiyi dönəm deyil idi, ya xilafət dövrü deyil idi. İkinci xəlifənin dövrü idi. Bir nəfər gəldi, dedi ki, mən yuxuda görmüşəm ki, mən haram bir iş görmüşəm, zina eləmişəm. Göstəriş verdi ki, bunu şallaqlayım. Həzrəti Əmir Əleyhisselama xəbər çatdı. Həzrəti Əmir Əleyhisselam gəldi ki, niyə bunu şallaqlayırsınız, dedi. Bəs yuxuda görüb ki, zina eləyib. Həzrət buyurdu ki, yuxuda görübsə, sən maksimum bunun kölgəsini şallaqlada bilərsən. Yuxuda görüb də, birincisi budur ki, buna hökm icra olunur. Yuxuya hökm icra olunur. İndi fərz elə ki, istəyirsən, məsələn, bir hökm bunun üstündə icra eləyəsən, kölgəsini şallaqlada bilərsən. Özün, çünki bu əməli eləməyib ki, o tarixdə ki, var bir neçə yerdə ki, ikinci xəlifə demişdi, Ləvla Əli ləhələkəli Ömər, əgər Əli ibn Əbi Talib olmasaydı, mən həlak olardım. O dediyi yerlərdən biri bu idi. Dedi ki, mən bunu şallaqlatsaydım, çölün məndən sonra, məsələ aydın olandan sonra qisasa qalxardı və abrım gedərdi də. Həzrət dedi ki, bunun kölgəsini elətdirə bilərsiniz. Ki, şallaqladasınız. Özünə heç vaxt şallaq vura bilmərsiniz. İndi bəzi bu hal deyir, çoxunda var. İnsanın içində var o qudurxanlıq hissi. Tüğyan var da insanın içində. Zaten Allah ilə insanı zaten yaranışda bu cür yaradıb da adam olmaq üçün. Bıraxıb onu imtahan mərkəzinə deyə deyil. Hər bir insan içində fırtına var da. Bu təkəbbürlük xüsusiyyəti var ha, özünü bə. Bunu kim yaradıb qoyub bizdə? Nəfsi. Allah yaradıb da. Nəfs də yaradıb, əql də yaradıb. İndi bu nəfsin qollarının birindən kibir əmələ gəlib, əqlin də qollarının birindən təvazu əmələ gəlib. İndi kim bundan istifadə edəcək, kim bundan istifadə edəcək? İmtahan meydanındayıq da, elə deyil. Deyir, bu çoxunda var. Bəli, mən özümü bəyənirəm. Bəli, mən özümü üstün bilirəm. Amma deyir, əgər bunu praktiki olaraq əməlində və sözündə heç vaxt bilindirmirsənsə və bunu heç kimi hiss eləmirsən, bunun heç bir günahı yoxdur və bu daha tez və daha asan yollarla müalicə ola bilər. Çünki eləməmsən axı heç vaxt. Eləmədiyin şeyə də heç vaxt günah yazılmaz ki. O İbn Mülcəm bəzi tarixlər deyir də, Həzrət Əmir Əleyhisselam dedi ki, sən mənim qatilim olacaqsan, Allah lənət eləsin. Əhl-i Beytin bütün qatillərinə, indiki zamanə qatillərinə də. Bilirsiniz də, qatillər elə bunlar deyirlər ki, qılınc çəkib imamın başını kəsiblər ya peyğəmbərin başını kəsiblər. Bu işə şərik olanların hamısı qatil sayılır da. Allah nəsib eləsin gedənlərə də, gedməyənlərə də, bir də İmam Rıza ağanın ziyarətini inşallah. Haçan yolunuz düşsə inşallah, İmam Rıza ağanın o ziyarətnaməsinin içində bir dənə söz var. Bir neçə ziyarətnamə var da İmam Rıza Aleyhisselamla bağlı, hərəmdə oxunan ziyarətnamələr. O ziyarətnamələrin birinin içində bir dənə söz var. La'anallah mən qətələkə bil əydi vəl əlsun. İmam Rıza ağaya salam verəndən sonra deyirik ki, ağa, eyni zamanda ki, sənə salam verdik, düşmənlərə də lənət oxuyuruq. Necə lənət oxuyuruq? Deyirik ki, lənət olsun o kəslərə ki, səni qılıncla və dilləri ilə qətlə yetirdilər. Yəni, qətl elə mütləq silahla olmur. Ona görə Allah Əhl-i Beytin bütün düşmənlərinə lənət eləsin. Oradan bura ta qiyamətəcən
silahından bunlara qarşı istifadə edən, pulundan bunlara qarşı istifadə edən, gücündən bunlara qarşı istifadə edən, vəzifəsindən bunlara qarşı istifadə edən, dilindən bunlara qarşı istifadə edən hamısını Allah lənət eləsin inşallah. Bəzi tarixlər deyir ki, ağa ona dedi, sən mən qatil olacaqsan, deyir, qollarını uzatdı ki, ağa, kəs bu qolları ki, sənə qalxacaq. Həzrət nə dedi? Dedi, biz günaha mübtəla olmamış, onun üçün cəza tətbiq eləmərik. Yəni, düşünmək sadəcə təkəbbürlüyü, nə qədər ki, onu həyata keçirməmsən, günah yazılmır. Günah iş deyil. Bu, çoxumuzun içində var özünü bəyənmək. Çoxumuzun içində var başqalarının barəsində əyri fikirləşmək. Ki, mən belə, o mənlik xəstəliyi var axı. Ki, o təkəbbürlükdən əmələ gəlir də. Amma deyir, nə qədər üzə çıxartmamısansa, əməlində göstərmirsən, sözündə göstərmirsənsə, bu günah sayılmır sənə, səni dala aparmaz. Çalış, amma deyir, bunu da müalicə elə, amma kök var ki, orada deyir, bu siqnallar sənə gəlir. O kökü də kəskinən ki, bir dəfəlik bu bəladan qutarasan. Allahın verək öz Allahlığına xatir bizi bu rəzilə sifətdən, Allahın xoşu gəlməyən sifətdən aman verib pənahında saxlasın. Allahın verək öz Allahlığına xatir bizi həqiqətən öz mahiyyətimizi düşünməyə müvəffəq eləsin. Allahın verək öz Allahlığına xatir o təvazu sifətini özümüzdə aşlamaq üçün Həzrəti Əmir ağanın o sadəliyinə xatir bizə onu ruzi eləsin. İmam Zaman ağanın zuhurunu təcil eləsin. Sayəsində rəhbər müəzzəm və sair mərazi hifz eləsin. Aqibətimizi xətmi bi xeyr eləsin. Dualarımızı qəbul, hacətlərimizi rəva, müşkilatımızı, hər xəstələrimizə şifa versin. Bu məkanda ki yığışmışıq, bu evdə ki yığışmışıq, Allah bu evin özünə, evin ailəsinə, övladına xeyirli bərəkətlər inayət eləsin. Hər kim Peyğəmbər və Ali Peyğəmbərin yolunda, Allahın dininin yolunda iynə ucu qədər hər nə növlə, nə zəhmət çəkirsə, hər nəyə qatlaşırsa, Allah İmam Zaman ağanın dəftərində dərəcəyə qəbul edirsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.